Sözlerime ve dişiyle başlayalım. Haksız kimi dəryaya axıb yol tapacaqdır. Daş atmaq ilə kimsə önünü döndərə bilməz. Dünyada qaranlıqlar əgər birləşib ahəm, bir xırdaca şəmlin işığını söndürə bilməz. Danışığım fərhəngi fəaliyyətləri haqqında olacaqdır. Təqribən son nələrdə mən bu danışıqdayım. Müxtəlif nəşriyyələr, mərasimat, əncümənlər, türk və farsı dilində biz tutalca alırıq. Ancaq bu neçəyin içində ya bizim cavabımız verilməyib, ya bürokrasiya idarə salıqlarımızı dərk edirlər və ya dəlilsiz, qeyri-qanuni halətdə bizim qabağımıza alıblar. Və indi 2 ildir şahidik ki, bizə fəqət yalandan vədə vəid verirlər. Bərxəlafı qanun və aynamələri ki, danışqah və sazman neşəsli Milad fərhəngi şəhərdən təsdiq olubdur. Bu arada biz de şahidik. İndi şöyle birincisini biz görmüşük ki, bazı nəhadlar, əncümənlər varlar, qudrət sahibidirlər, Tehranlar, mərkəzdə qudrət sahibidirlər. Bunlar hamısı elə birlər fəaliyyət edirlər. Amma müstəqil danışçı və hoviyyətələr, danışçılar elə birlər fəaliyyət edirlər. Niyə? Çox bərxorda əmniyyəti var. Fərhəngi fəallar ilə bərxorda əmniyyəti var. Mən ağalardan xahiş edirəm. Bərxorda əmniyyətini yetişdirsinlər bizə. Bu, xəlafə hüquq və şər, xəlafə qanun əsası keşvər və xəlafə qəvanini danışqahdır. Yəni biz haqqımızı istəyir. Haqqı mərasimat, nəşriyə, öz dilimizdə və farsı dilində biz bunların haqqını istəyir. Və bir tərəfdən Alay rəis mənim xəbərlərdə oxuduğuma görə və Alayev Qazipurun səsli xəbərdə danışığına görə ki, xalis olsun demişlər, Əzqərar Alay Mirzadə bölgələrində təsdiq olub ki, Vahid Zəban, Türkiyə, Azərbaycan müziqləşə tədris olar. Ancaq bu boykot olunur. Buna heç xəbər deyilmədi. Əgər vaqən ittifaq düşməyibdir, bu təkzibiyyə sadır olsun. Əgər vaqən olub, niyə boykot olur? Biz hətta elan amadəcəyə də bu morddə, bu şahı danışqanın mordində danışmaq ki, məhləb eləyər. Bu çəkə